Mən soruşuram ki, Pezeşkiyanın Türkçe şeir oxumasının nəyi pis? Hayır, ben demirəm oxumasın. Oxumasını sen prezident dedin. Oxusun çıxsın Bakıda bu sahildə nə? Burada elə hamı oxuyur da, çalır hamı oxuyur da. Yox, hamı şu orada Türkçe şeir aşı oxusun. Ay xanım, İran adlanan yerdə külli millət bir şeir oxuyur, amma başqa millətlər, amma hamı iş istəyir, çörək istəyir, azadlıq istəyir, bağımsızlıq istəyir, məclis istəyir, sandıq istəyir, seçki istəyir, millət vəkili istəyir. Bunları istəyir. Sən bunları üstü bastır etirsən sən. Yəni Urmuda niyə getmədilər seçkiyə ki, Kürdlər seçildi? Bax, Nə Kürdlər getdilər? İran seçkilərini Əjdər bəy, Türklər Güney boykot eləyəndə İran seçkisi baş tutmadı. Ay əfəndim. Nə zaman ki bizimkilər seçkiyə getdilər, Türk İranda prezident seçildi. Sən savaşmaq, sən istəyirsən savaşasan bismillah. Amma ay xanım, orada Türkiyə deyil, o Mustafa Kemal Atatürk bir dənə orada bünövrə qoy, bu sandığa kimsə barmağı soğa bilmir. Gedir oyunu verir, qəşəng bilir ki, bu sayılacaq.